Salam əziz müdavimlər. Bugün mən sizə ibtidai riyaziyyat fənnindən MİQ imtahanına düşən suallardan birini izah edəcəm. Avtomobil yolun 7də 3 hissəsini getdikdən sonra daha 40 km yol getsə, yolun yarısına çatacaq. Avtomobil həmin yolu 80 km/saat sürətlə gedib qayıtmağa nə qədər vaxt sərf edər? Əvvəlcə gəlin avtomobilin getdiyi yolu çəkək. Avtomobil yolun 7də 3 hissəsini getdikdən baxaq 7də 3 hissəsinə. 1, 2, 3. 7də 3 hissəsi bura düşür. 7də 3. Getdikdən sonra daha 40 km yol getsə, 40 km yol getsə yolun yarısına çatacaq. Yolun yarısı təxmini bu hissədir. Deməli, yarısına çatmaq üçün 40 km yol getməlidir. Bu hissəyə, bax bu hissəyə yazırıq 40. Deməli, bu hissə də 40 olacaq. Və biz buradan görürük ki, yolun bir hissəsi neçəyə bərabərdir? 40 üstə gəl 40 bərabərdir 80. Əgər yolun bölünmüş bir hissəsi 80-dirsə, 80 kilometrdirsə, o zaman 7 bölünmüş hissəni tapmaq üçün 7-ni vuracaq 80-ə bərabərdir 560 kilometr. Deməli, bütün yol 560 kilometrdir. Daha sonra baxaq. Deyir ki, avtomobil həmin yolu 80 km/saat sürətlə gedib qayıtmağa nə qədər vaxt sərf edər? Məsafə məlum, sürət məlum. Nə edəcək? 560-ı böləcək. Böləcək 80-ə. Bərabər olacaq 7. Yəni 7 saat. Ancaq burada belə deyir, gedib qayıtmaq. Bura diqqət edin. Həm gedəcək, həm qayıdacaq. Deməli, nə edəcək? 7-ni vuracaq 2-yə. Bərabərdir 14. Deməli, 14 saata gedəcək. Gəlin, indi bunu tənlik yolu ilə həll edək. Bütün yolu x ilə işarə etsək, demək ki, 7də 3 x olacaq. Yəni, gedilən hissə 7də 3 x olacaq və üzərinə də 40 km gəlsək, yolun yarısı edəcək. Yolun yarısı da 2də 1 x-dir. Ona görə də belə yazırıq. 2də 1 x bərabərdir. 7də 3 x üstə gələk 40. Daha sonra tənliyimizi həll edək. Buradan məchulları bir tərəfə yığsaq, 2də 1 x çıx, 7də 3 x bərabər olacaq 40. 2də 1 x-dən də 7də 3 x çıxsaq, 14də 1 x olacaq. Və buradan da x bərabərdir, 40 bölünsün 14də 1. 40-ı 14də 1-ə bölərkən, 40 olduğu kimi saxlayırıq. Məxrəci onsuz da 1-dir. 14də 1-i isə tərsinə çevirsək, artıq biz məxrəclər aradan çıxacaq. 40-ı 14-ə vurmuş olacaq. X bərabər olacaq 560 kilometrə. Bu bizim məsafəmiz.